Instagramda bir dənə qardaş var. Düzdür, bütün fikirlərinə qatıla bilmirəm, amma çox fikirləri maraqlıdır. Fərqli tərzdən yanaşır. Belə deyək, nə deyirlər ona? Fəlsəfi tərəfdən yanaşır. Haqlı olduğu məqamlar da var. Dünən səhvlərimizə bir dənə videosu qalıma çıxdı. Deməli, şeydir. Bu kitab satanlara kimsə, belə deyək. Şahid eləyib ki, şahid deyəndə nə bilim, dərd yanıb ki, ben niyə kitab almırlar falan filan. Gedib onun yerinə makyaj, nə deyirlər ona, makyaj malzemələri, məhsulları alır. Bu da izah edir ki, qardaş cəmaət şeydir, o kimi. Yeməyə çörək tapmır. Maraqlı statistikalarda paylaşır ki, öyle şeydir. 50% gəlirin Azərbaycan əhalisi şey verir, yəni yeməyə verir. Yəni bu adam qarnını dolandırsın, yoxsa teatra bilet mi alsın, nə bilim kinoya bilet mi alsın, sonra kitab mı alsın, neynəsin də, yəni 50% yeməyə verəndən sonra 50% də digər xərclər və salamı qutardı. Yəni mədəni inkişafa, şəxsi inkişafa bir pul qalmır. Haqlıdır. Yəni digər ölkələrdən də misal çəkir ki, 10%, 15%, maksimum 20% olmalıdır. Belə baxanda haqlıdır. Yəni mən də istəyirəm ki, maksimum 10%, gəlirin 10%-ni şey verəsən. Belə deyək də, yemək içməyə, o da ki, keyfiyyətli də, ki, bu cırnızındır, diskant marketlərdən zaten bir şey almayasın. Amma dünyada belə bir həqiqət var ki, yəni elə bir düzen qurulub ki, yəni əksəriyyət bu nə edir? Deyək ki, xaricdə yaşayırıq da, belə deyək. Burada gəlirin 50%-ni şey verirsən, kiraya. Nə bilim, belə yaxşı qazanırsansa 40%-in, 30%-in, nə bilim, çox belə top səviyyədəsənsə daha 25%, 30% belə verirsən ki, buradakı şirkətlərdə işləyirsənsə, belə deyək. Amma qida ucuzdur. Qida ucuzdur. Gəlirin maksimum, nə bilim, 15-20%-in qidaya verərsən. Digər aktivliklərdə əslində şey qalır, belə deyək. Pul qalır ki, sən digər aktivliklərdə istifadə edirsən, amma kira belimizi qırır qardaş. Gəlin də 50% kiradır. Gələk Azərbaycan məsələsinə. Azərbaycanda niyə belədir? Azərbaycanda qəribə bir hadisə var. Deməli, cavanlığımda falan təlimlər keçirdim. Təhsil Nazirliyi, nə bilim ola, İdman Nazirliyi, Gəncə falan pəs məkan. Yəni pulsuz tədbirdir. Deyirsən ki, gəl iştirak elə, nə bilim, təlimdir, tədbirdir, nəsə də, treninqdir. Deyir, mən oradan nə qazanacam? Acındır, sən buradan nə qazanarsan? Qazanarsan, nə bilim, bir network qazanarsan, nə bilim, yan yoldan içinə baxarsan, özünə bir şey qazanarsan, dünya görüşü, nə bilim, bir iki dənə cümlə işlərsən, gələcəkdə harcısı istifadə edərsən. Yəni, qəribətdir o kimi, və yaxud da pullu təlimdir, 100 manatdır, 200 manatdır, 500 manatdır, fərq eləmir. Deyir, mən məsəl üçün verdim ona 100 manat, mən iş tapa biləcəyəm, mən nə qazanacam? Yəni, hər şeyə bir, belə deyək də, gəlir nöqtəsindən baxırlar da. Yəni, bu da bilmirəm, ölkənin aclığındandır, nə bilim, nədəndir. Onun səbəblərini yəqin ki, bu psixologlar, nə bilim, və s. baxır bilər. Yəni, harasa yarım aparılır. Neyse, yəni, məncə o səbəblərdən biri də insanların belə deyək də, mənə görə ac və yaxud da dünya görüşsüz, nə bilim, nəyəsə ac da, yəni, şərt deyil də, şey ac olsun, belə deyək. Qidaya qarşı ac olsun, nəsə bir şey, aclıq hissi var, yəni şeydə ki, yəni şey eləmirlər də, belə deyək. Hər şey qazanc nöqteyi nəzərlərdən baxırlar da. Bəlkə mən də özüm də elə olmuşam, yəni. Amma hələ də eləyəm. Hələ də eləyəm. Çünki pul çatmır da, kiralar çox vardı. Neysə, amma həqiqətən də o şeyi, hissi yaxşı deyil. O hiss yaxşı deyil. Yəni, nə bilim, 10 manat verəsən deyir, mən nə qazanacam. Və yaxud da ki, nə bilim, kitab oxuyacaq, şeydir, bu kitab əziyyətli yaxı, kitab oxumaq, nə bilim, kitab oxumaq üçün bir ay vaxt lazımdır, nə bilim, gözün ağrıyacaq, belin ağrıyacaq, otur oxu, ayaq üstə oxu. Üstəlik də ona pul ver. Nəticədə heç nə əldə eləmirsən. Və yaxud da kitab teatrda, yəni, nə bilim, kino. Yəni, onlar tərəfdən baxanda, yəni, o həmin cür insanlar tərəfindən baxanda, yəni, qınamamaq olar. Amma, yəni, bu cürdə həyat davam eləməzlər, yəni. İstəyirsən ki, ölkə inkişaf eləsin, insanlar inkişaf eləsin. Nə bilim, yuxarıdakı mərtəbədən aşağı zibili atmasınlar, zibili bura atsınlar, nə bilim, qadağan olmuş yerlərdə park eləməsinlər, qadağan olmuş saatlarda park eləməsinlər, bu elənsə, hadisələr baş verməsin deyə. Yəni, bu şeylər olmalıdır. Yəni, kitab oxunmalıdır, nə bilim. Yaponiyada bomba atıblar, cəmaat yığışıb deyib ki, davay gedir üşə.
birinci işimiz məktəb qurmaqdır. Nə bilim, Finlandiyada eyni, nə bilim, Norveçdə eyni. Ay Murat, yəni həqiqətən də oxumaq, nə bilim, mədəni tədbirlərdə, təlimlərdə, nə bilim elə də maraqlı şeylərdə lazımdır, inkişaf lazımdır. Həqiqətən də gələcək üçün lazımdır bu şeylər. Belə, yəni belə baxanda hamı düz deyir. Mən də düz deyirəm, Elvin də düz deyir. Bu kitab satan da düz deyir. Nə bilim, o kitabı almayan da düz deyir. Amma bu tema yaxşıdır bax. Deyir qaqa, sındırma şey qap pəncərəni. İçəridə heç nə yoxdur. Heç nə apara bilməyəsən. Nəysə, bunlar hamısı bir mədəni inkişafın göstəricisidir. Məsələn, Yaponiyada o şey görmərsən. Yazıb durub ki, qapını sındır, şüşəni sındırma, heç nə apara bilmərsən. Nə bilim, mən fələnçisən tapışım. Murat, həyat gözəl, qızlar gözəl. Maalesef Dublin də gözəldir, tərəfləri var, belə deyək. Fələnçisən Murat. Yəni öpüyoruz. Belə, yaşayan özü üçün köfünə.